Salam dostlar, mən Paşayeva Aytəkin yenidən sizinləyəm. Namazov çalışmalar kitabından sahənin ölçülməsi mövzusunun çalışmalarının izahını sizlərə verəcəyəm. Baxaq birinci suala. Deməli dostlar, birinci sualdan başlayırıq. Deməli, sahə vahidlərini çevirin deyir. Çalışma 1. Bunun çevrilməsinin asan bir yolunu sizə mən başa salacağam. Birinci sualdan 1,5 metrin kvadratı neçə desimetrin kvadratı etdiyini bizdən soruşur. Bunu necə çevirək? 1 metrimiz 10 desimetrdir. Bunu bilirik. Yadınızda qalmağı üçün bunu belə edirsiniz. Deməli, 1,5 metr kvadratı bərabərdir. 1,5 vurulsun. 1 metrimiz 10 desimetr olduğuna görə metr kvadratı 2 dənə metr var da, metr vur metr. Gəlin belə loru dildə başa salım sizi. Metrin kvadratı metr vur metr deməkdir, elə deyilmi? 1,5 vurulsun. 1 metrimiz 10 desimetr olduğuna görə buraya yazıram 10 desimetr, burada yazıram. Yəni bunun yerinə də 10 desimetr. Bu da bizə verir. Deməli 15 150 desimetrin kvadratı. Deməli bu bizə nə verdi? 150 desimetrin kvadratını vermiş oldu. İndi gəlin ikinci sualı hesablayaq. Deməli 0,0 mində 12 kilometrin kvadratı. Bizə deyir ki, bu neçə metrin kvadratıdır? 1 kilometrimiz 1000 metr olduğunu bilirik. Kilometr bir də 1 kilometr. Yəni bu nə demək? Kilometrin kvadratı kilometr vur. Yəni bu şəkildə yadınızda saxlaya bilərsiniz. Vurulsun 1000. Yəni bunu sırf belə yazmasaz da olar. Yəni biləsiniz ki, 1000 vurulsun 1000. Deməli, bu bizə verdi 12. Yadınızda saxlamaq üçün. Bu da 12.000 metrin. Burada gəlin bu metr sözlərini də yazaq. Sonra çaşbaş qalmayaq. Burada metr. Burada da metr. Bu da bizə verir 12.000 metrin kvadratı. Bax bu şəkildə yazırıq. Üçüncü sualdan davam edirik. Dostlar, YouTube kanalımıza bəyənib abunə olun ki, daha çox faydalı izahlardan xəbəriniz olsun. Deməli 4,8 ar neçə metrin kvadratıdır? Deməli uşaqlar, biz burada qeyd eləmişik ki, bir arımız 100 metr kvadratdır. Deməli onda 4,8 arımız 4,8-i vurarıq 100-ə. Bu da bizə verər 480 metrin kvadratı. Bu şəkildə almış olarıq. Dördüncü sualdan davam edək. Deməli 0,16 desimetrin kvadratı bərabərdir. 1 desimetrimiz 10 santimetr olduğuna görə 0,16 desimetr vurulsun desimetr bərabərdir. 0,16 vurulsun 10 vurulsun 10. Bu edir bizə elə 16. Burada onların yanında belə yazaq santimetr 10 santimetr. Bu da bizə verir 16 santimetrin kvadratı. Bu şəkildə alırıq. Gəlin 5-ci sualdan davam edək. 5-ci sualda 5,12 santimetrin kvadratı. 1 santimetrimiz bilirik ki 10 millimetrdir. O zaman 5,12 santimetr 1 santimetr vurulsun santimetr. Bu şəkilde yazıram. 5,12 1 santimetrimiz 10 millimetr. Yenə 10 millimetr. Yəni buna da 10 millimetr, buna da 10 millimetr yazmış oluram. O zaman burada biz alırıq ki 512 millimetr kvadratı olmuş olur. Sonuncu 6-cı 0,15 ha. Yəni ha nə deməkdir? Hektar. İndi gəlin baxaq. 1 hektarımız 10.000 metrin kvadratıdır. Bunu da yazıram. 0,15 vurulsun 10.000 metr kvadratı. Bu bizə verir
15.500 metrin kvadratı. İndi bizdən bunun neçə ar olduğunu soruşur. Bir arımız da bayaq biz qeyd elədik ki 100 metrin kvadratıdır. Onda bunu 100'ə bölsək bizə verər 15 ar. Bu şəkildə alarıq. Keçək çalışma 2'yə. Çalışma 2'də 27, birinci deyir ki 27 ar. Gəlin bunları yenə qeyd edək ilk öncə. 1 hektar. Bir arımız 100 metrin kvadratı, bir hektarımız 10.000 metrin kvadratı. Bu şəkildə yazaq, gözümüzün qabağında qalsın. İndi gəlin ikinci çalışmadan birinci sualından işləyək. 27 ar bərabərdir neçə hektar? 27 ardırsa bu olur 27 vurulsun 100 metrin kvadratı, yəni 2700 metrin kvadratı. Bu da bizə neçə hektar elədiyini soruşur. Deməli bu bizə verir. Deməli 10.000'də 2700 hektar. Bu sıfırlar getdi. 0,27 hektar. Bu şəkildə almış olarıq. İkincisinə baxaq. 310 metrin kvadratı bərabərdir neçə ar edir? Deməli bu bizə bir arımız dedik ki 100 metrin kvadratıdır. 310 metrin kvadratı isə 3,1 ar edir. 3,1 ar edir. Bu şəkildə alırıq. İkincisindən, üçüncüsündən davam edək. 0,32 hektar neçə ar? Gəlin 0,32 hektarımız, bir hektarımız 10.000 olduğuna göre 10.000 metrin kvadratı olduğuna göre bu olur 3200 metrin kvadratı ve 100'e de böləndə 32 ar almış olarıq. Çünki niyə? Bir arımız 100 metr kvadratıdır. Bu şəkildə alırıq. Dördüncü sualla davam edək. 1,032 hektar bərabərdir neçə metrin kvadratı? İndi deməli 1,032 hektar bərabərdir 1,032 vurulsun 10.000 metrin kvadratı. Bu bizə 1, 3, 2, bir dənə də 0 əlavə edirik. Metrin kvadratı və neçə metrin kvadratı istəyir. Elə aldıq bu şəkildə. 5-ci sualdan davam edək dostlar. Deməli 312 santimetrin kvadratı neçə desimetrin kvadratı edir? Deməli uşaqlar burada indi baxın. 1 santimetrimiz onda 1 desimetr edir. Onda mən yazıram 312 santimetr vur santimetr bərabərdir 312 santimetr. 1 santimetrimiz onda 1 desimetr, yenə onda 1 desimetrimiz. Bu şəkildə yazıram. 312 vur 1/100 desimetrin kvadratı. Bu da bərabərdir 3,12 desimetrin kvadratı. Bu şəkildə almış oluram. 6-cı sualdan 10.300 metrin kvadratı neçə hektar edir? Deməli 1300 metrin kvadratı neçə hektar edir? 1300'ü bölürəm 10.000'e 2 0 getdi. 0,13 hektar edir. Bu şəkildə almış oluram. Dostlar, çalışma 3'e keçək. Deməli 4'də 3 desimetrin kvadratı neçə santimetrin kvadratı edir? Birinci 4'də 3 desimetrin kvadratı bərabərdir neçə santimetrin kvadratı? Bu sual işarəsi. 4'də 3
1 desimetrimiz 10 santimetr. Belə deyək də desimetr vur desimetr. 4'te 3 1 desimetrimiz 10 santimetr vur 10 santimetr. O da beraberdir 4'te 300 santimetrin kvadratı. Bu da 75 santimetrin kvadratı olmuş olar. Bu şekilde alarıq. İkinci sualla davam edək. 20'de 13 hektar beraberdir. Neçə ar edir? 20'de 13 hektarımız 10.000 metrin kvadratıdır. 10.000 metrin kvadratıdır. metrin kvadratıdır. Ve bu da beraberdir. 20'de 13 vuraram 100 ara. Bu da eləyir bizə 100 ar. Elə deyilmi? İndi baxın, bununla gedir. Burada 5 qalır. 5'i də 13'e vuram 65 ar olmuş olur. Üçüncü çalışma ilə davam edək. 5'te 2 ar. 5'te 2 100 metrin kvadratıdır bir arımız. Bu da 40 etmiş olur. 40 metrin kvadratı. Dördüncü sualla devam edək. 25'te 13 metrin kvadratı. 25'te 13 1 metrimiz 10 desimetr. 10 desimetr yazıram bu şekilde. Bu da beraber 25'te 13 100 desimetrin kvadratı. Bu şekilde alıram. Burada 1, burada 4. 4 13'e vuram 52 desimetrin kvadratı almış olaram. Davam edək çalışma 4'e. Deyir toplananları kvadrat metrlə ifadə edərək hesablayın. Gəlin birincisi çalışma 4'ün birincisi 1,2 arımız ne kadar edir? 1,2 vurulsun 100 metrin kvadratı, o da 120 metrin kvadratı. 0,400 4365 hektarımız 0,4365'e vururam 10.000'e. Bu da elə bizə verir 4365 metrin kvadratı. Kilometr kvadratı 0,017. 1 kilometrimiz 1000'dir. 1000 vur 1000. Bu şekilde yazdım. Hı. 1700 metrin kvadratı. Sonra 15.000 desimetrin kvadratı. Deməli 1 metrimiz 10 desimetr olduğuna göre 1 metrimiz 10 desimetrin olduğuna göre bunu belə yazıram. 15.000 desimetr. Bu da beraberdir 15.000 1 desimetr onda 1 metr onda 1 metr. Bu da sıfırların ikisi getdi. 150 metrin kvadratı. İndi nə edəcəyik? Bunları toplayacağıq. 120 üstə gəl 4365 17.000 1700 daha doğrusu ve üzerine gel 150 beraber. Bunları hesablayaq. Deməli burada aldıq 6335 metrin kvadratı. İndi keçək ikincisinə. Deməli uşaqlar gəlin bir ayrılıqda yenə yazaq. 0,0017 ha, yəni hektar. Bunu vururuq 0,0017 vurursam 10.000'e. 10.000 metrin kvadratına. Bu da bize verir 17 metrin kvadratı. Elə deyilmi? 53 5300 desimetrin kvadratı 5000
300 bölünsün %1'e. %1 metrin kvadratına. Bu sıfırlar getdi, oldu 53 metrin kvadratı. 1 tam %3 ar. Bu da bize verir 103 metrin kvadratına. 635 min santimetrin kvadratı. Deməli 635 min santimetr vurulsun santimetr. İndi gəlin 1 santimetrimiz %1 metr olduğunu bilirik. 635 min vurulsun %1 vurulsun %1. 2 0 3 0 getdi. Deməli 635 böl 10. Bu da olur 63,5 metrin kvadratı aldıq. İndi gəlin bunları toplayaq. 17 metrin kvadratı üstə gəl 53 metrin kvadratı 103 metrin kvadratı üstə gəl 63,5 metrin kvadratı. Bunları toplayaq, görək nə almış oluruq. Deməli aldıq ki 236,5 metrin kvadratı. Bu şəkildə alırıq. 3-cü sualdan davam etsək dostlar. Deməli 0,0023 kilometrin kvadratı üstə gəl 1,2. Mən bunları yazıb vaxt itirmirəm. Sadəcə 0,00023 kilometrin kvadratı neçə metr kvadrat edir? 0,00023 vurulsun 1 kilometrimiz 1000 metrdir. Vur 1000. Bu şəkildə yazıram. 0,0023. Bunu niyə belə yazdığımı artıq bundan əvvəlki yazdıqlarımda bildiniz ki, niyə belə yazdım. Bunu yazıram. 3 dənə, burada 5 dənə. Deməli 230 olmuş oldu. Metrin kvadratı 1,2 ar. O da 120 metrin kvadratı. Sonra 512 santimetrin kvadratı 512. 1 santimetrimiz neçə metrdir? %1. %1 metr kvadratı. Bu da 512 0,010 mində 512 metrin kvadratı. Sonra 137.000 millimetrin kvadratı. Bunu neyinirik? Deməli 1 metrimiz 100 santimetr 1000 millimetrdir. O zaman 137.000 mində 1 metr vurulsun mində 1. Bu şəkildə yazıram. Buradan bu 3 0 getdi. 137 böl 1000. Bu da 0,1000'də 137 metrin kvadratı olar. İndi gəlin bunları toplayaq. Deməli 230 üstə gəl 120 üstə gəl 0,0512 üstə gəl 0,137. Bunları hesablayaq. Bunu hesablasaq alırıq 300. Deyək. Alırıq 350 tam 10.000'də 1882. Bu şəkildə dördüncüsü ilə davam edək. Deməli 2,15 ar olur 215 metrin kvadratı. 0,0027 kilometrin kvadratı eləyir 0,0027 vurulsun 1000 vur 1000.
3. Bu olur 270 metrin kvadratı. Sonra 1 tam 10.000'də 32 hektar. Bu da 1 tam 0032 vurulsun 10.000'ə. Bu da bize verir 10.032 metrin kvadratı. 270 yok 2700 desimetrin kvadratı. 2700 vurulsun onda 1 vurulsun onda 1 metrin kvadratı yazsaq, bu da bize verer 27 metrin kvadrat. Və nə edirik indi? Bayaqki kimi bunları toplayırıq. 215 üstəgəl 270 üstəgəl 10.032 üstəgəl 27. Gəlin toplayaq görək nə alınır. Bizə elədi 10.544. Bugünkü izahımız bu qədər dostlar. Kanalımızı bəyənib abunə olun ki, daha çox faydalı izahlardan məlumatınız olsun. Davamı növbəti izahlarda gələcək. İzləmədə qalın. Sağ olun. Hələlik.